Təbiət gözəldir. Ona toxunmayana dək. Amma bir də onu necə məhv etdiklərinə baxaq. Görüntülər baxımsızlığın, laqeydliyin, bəlkə də məqsədli susqunluğun nəticəsidir. Bura Sulutəpə adlanan ərazidir. Vaxtilə yaşıllıqla örtülü olan meşəlik sahə indi yüzlərlə quruyan və aşan ağacın, necə deyərlər, məzarına çevrilib. Meşəlik ərazinin ən çox diqqət çəkən hissəsi isə buradır. Görünən odur ki, ağaclar burada doğranılıb və iri texnikalarla daşınıb. Bunu əsaslandıracaq səbəblər var burada. Xeyli sayda kəsilmiş ağac budaqları və şam ağacı qozalarını görmək mümkündür. Mənzərə ürək ağrıdır. Zibilli, yarımtikililər, qeyri-qanuni obyektlər təbiətə vurulan zərbənin miqyasını göstərir. Qurumamış yaşıl ağacların aşması, ərazidə aparılan qazıntı işləri onu deməyə əsas verir ki, buradakı ağacların hər biri bilərəkdən qəsdən çıxarılıb. Bir, iki, üç, qarşıda 4, Bağır, gəl birlikdə hərəkət edək, 4, o hissədə 5, qarşısında 6, digər hissədə 7, 2 dənə yarımçıq, 8, 9. Bu bizim sadəcə görüb, axtarıb, yəni gözlə görüb saya bildiyimiz qismən yandırılmış və daha sonra isə kəsilmiş ağaclardır. Kim bilir, burada nə qədər belə ağac var. Maraqlıdır. Bunu kim və niyə edir? Suallara cavab tapmaq üçün aidiyyatı qurumlarla əlaqə saxladıq. Abşeron rayon icra hakimiyyətindən bildirildi ki, sözü gedən yaşıllıq sahə icarə əsasında xüsusi mülkiyyətdədir. Mövcud qanunvericiliyə uyğun olaraq ərazidəki ağacların qorunmasına da icarədar cavabdehdir. Bununla belə bir müddət əvvəl əraziyə baxış keçirilib və quruyan ağacların yerində yeniləri əkilib. Amma biz açıqlamada əkildiyi deyilən yeni ağacları yox, kökündən çıxarılanları gördük. Yəni, görünən həqiqətdə yalana yer yoxdur, faktlar danışır. Müraciətimiz əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi əraziyə baxış keçirib. Monitorinqlərin nəticəsi isə araşdırma zamanı həmin ərazinin qardaş komponi MMC-nin icarəsində olduğu müəyyən edilib. Əməkdaşlarımız tərəfindən aparılan araşdırma zamanı 64 ədəd ağacın məhv edilməsi və ya zədələnməsi faktı aşkar olunub. Faktla bağlı akt tərtib olunub və təbiətə dəymiş ziyanın məbləği 13.700 manat məbləğində müəyyənləşdirilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələ ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət ediləcəkdir. Qanunsuz fəaliyyətin qarşısı alınsa da, heç bir cəza torpaqdan sökülən kökləri, itirilən yaşıllığı və pozulan ekosistemi geri qaytarmır. Ayşən Cümşudova, Bağır Kərimov, Elçin Tağıyev, Fuad Cəfərov, ASTV Xəbər.